Salam əziz beni dinleyen izleyiciler, hoş gördük bir daha sizleri. Fərqi yoxdur, ister qadın olsun, ister kişi olsun. Yəni bu platformalardan bana sual edirlər ki, mesajlarımızda yazırlar ki, ister kız evladı olsun, ister oğlan evladı olsun. Bu dünyada onlar üçün ən dəyərli, ən qiymətli hansılardır? Yəni məsələn valideyndir, bacı qardaşdır, ailə uşaqdır, anasıdır, bacı oğludur, məsələn qardaş oğludur, ya qardaş balasıdır, ya bacı balasıdır. Oğlan evladı üçün ən dəyərli hansılardır? Ən birinci dəyəri verirəm valideynə. Mənim üçün ən dəyərli valideyndir. İkinci bacı qardaşdır. Çünki gözü açılanıb bacı qardaşı ilə orada ailə görmürsən, uşaq görmürsən. Gözü açanda yanında bacı qardaş, ata, ana görürsən də ta həddi bulağa. Ana, qardaş evlənir, fərqi yoxdur. Sən ya o da qardaşın evlənir, ailə həyatı qurur. Yəni önəmli o bacılardan, yəni üçüncü dərəcə ailəyə. Ailədir insan üçün önəmli. Dördüncü dərəcəli mən belə deyərdim ki, evlatlardır. Ondan sonra bacı oğludur, qardaş oğludur, ya qardaş balasıdır, ya bacı balasıdır. Bunlar insan üçün ən dəyərli şey bu dünyada, yəni mənim fikrimcə bu dünyada ən şirin şeylər burada ən önəmli. Sənin parandan da, qızılından da, gümüşündən da, ondan sonra dünyanın bu yaraşığından da, ondan sonra ən belə o sevilən şey var ha, onlardan da dəyərli. Bunlardan başqa insan üçün, yəni bir kız evladı için, bir oğlan evladı için heç nə bir dəyərli olmaz. Yəni ki, ən dünyada dəyərli şey bax bu 4 saydıqlarımdır. İndi bilmirəm kimlərin xoşuna gələr, kimlərin xoşuna gəlməz. Dəftərin bu rəy bölməsində yaza bilər. Çox sağ olun. Xudahafiz, gələn söhbətlərimizlə. Hayatta bəzən olur.